Salam əziz şagirdlər, əziz izləyicilər, əziz abituriyentlər. Xoş gördük sizləri. Bugün sizinlə 2025-ci il test toplusundan, çevrə dairə mövzusundan 59-cu sualın izahına baxacağıq. Yenə də həmişəki kimi videonu çəkərkən vaxtımız çox getməsin deyə şəkili öncədən hazırlamışam. Demək, məsələnin belə deyək bizə şərtində verilənləri şəkil üzərində qeyd eləsək, deyir ki, bərabər yanlı üst buzağın daxilinə çəkilmiş çevrənin mərkəzi, yəni bu nöqtə, onun oturacağına endirilmiş hündürlüyü 10 və 8 cm olan iki hissəyə bölür. Yəni bu məsafə tutaq ki, 10 cm-dirsə, bura nə qədər olacaq? 8 cm. Yəni açıq aydın bu şəkildən, bu şərtdən görünür ki, çevrənin radiusu nə qədərdir? 8 cm-dir. Mən digər radiusu da çəksəm, təbii ki, bu da 8 olacaq. Pifaqor teoreminə görə, baxın, bu hissə, yəni toxunanın bu hissəsi nədir? 6. Və eyni nöqtədən çəkilən toxunanlar bərabər olduğundan sağ tərəfin uzunluğu da 6 olacaq. Və məsələdə fikir verin, digər toxunanın digər hissələrini qeyd eləmək istəsək, bura x desək, yenə də toxunanlar bərabər olduğundan bunlar da nədir? Bərabər olacaq. Bərabər yanlı üst buzaq sözündə öncədən bizə demişdi. Baxın, burada bizə verilən bu üst buzağın düz bucaqlı üst buzaq olduğunu bilirik və biz buna Pifaqor teoremini tətbiq eləyə bilərik. Katetləri x 18 və hipotenuzu 6 plus x olan düz buzaqlı üst buzaqdır. Və Pifaqor teoremini burada yazsaq, olacaq x kvadratı plus 18-in kvadratı bərabərdir olur burada x plus 6-nın kvadratı. Bunu biz burada sadələşdirsək, x kvadratı plus 324 bərabərdir x kvadratı plus 12x plus 36. Burada x-lar demək islah olur, gedir. Qalır burada 12x bərabərdir 288 və x-i həll edib buradan tapsaq, alırıq 24. İndi qayıdaq şəkilə. Biz x-in qiymətini demək 24 tapmışıqsa, üst buzağın oturacağı, yəni bu hissəsi 24. Burası 48 olur. Digər yan tərəfi, yəni x-in 24 olduğunu nəzərə alsaq, yan tərəfi 30, bərabər yanlı üst buzaqdır. Digər yan tərəfi də nədir? 30 olur. Və bizdən perimetri soruşur. Perimetri necə tapacağıq burada? Perimetr bərabərdir 30 plus oturacaq 48 idi. Bu da olacaq nə qədər? 108. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.